Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqların izahıdır. Təcil mövzusunda qalmışdıq. Baxaq, düzxətli hərəkətdə cismin yer dəyişməsinin zamandan asıllıq qrafiki üçün hansı ifadə doğrudur? Baxırıq, burada yolun zamandan asıllıq qrafikidir, bərabər sürətli hərəkətdir. Sürət zamandan düz mütənasib asıldır. Bərabər yeniləşən hərəkətdir, bərabər yavaşan hərəkətdir. Təcil sıfırdan fərqlidir, təcil sıfırdır. Düzxətli bərabər sürətli hərəkətdə sürət dəyişmədiyindən orada təcil sıfıra bərabər olur. Təcil üçün hansı ifadələr doğrudur? Sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana hasilinə bu yanlışdır. Ədədi qiyməti vahid zamandakı sürət dəyişməsinə bərabərdir, doğrudur. Skaliyar cəmiyyətdir, vektorial cəmiyyətdir, təcil sürət dəyişməsi istiqamətdə yönəlir, vahidi 1 metr bölü saniyə kvadratdır, doğrudur. 2 və 4. Diaqramımıza baxaq, yola görə sürət, təcil. Baxırıq, vektorial cəmiyyətdir, təcil, 1 yazırıq bura, vahidi 1 metr bölü saniyədir, yola görə sürətin 2, sükunətdə olan cisim üçün sıfıra bərabərdir. Sükunətdə olan cisim üçün sıfıra bərabərdir hər ikisində. Düzxətli bərabər sürətli hərəkətdə sıfıra bərabərdir, təcil. Bərabər sürətli hərəkətdə sabitdir və sıfıra bərabər deyil. Bu da yol. Onlar 2, 5, 1, 4 və 3. Cavabımız olar Y variantı. Açar sözlərdən istifadə edərək mətni tamamlayaq. Baxırıq, burada dəyişməsi ədədi qiymətcə bu dəyişməyə sərf olunan zamanın hasilinə bərabərdir. Deməli, burada baxırıq ki, sürət dəyişməsi ədədi qiymətcə bu dəyişməyə sərf olunan zamanın hasilinə bərabərdir. Deməli, təcillə hasilinə bərabərdir. Deməli, sürət dəyişməsi. Baxırıq, burada A bərabərdir. V çıx V0 bölü T. Deməli, sürət dəyişməsi zamanla təcilin hasilinə bərabərdir. Sürətin dəyişməsi, buraya yazarıq 6. Sərf olunan zamanın təcillə, buraya yazarıq 5. Hasilinə bərabərdir. Sükunət halından bərabər yeniləşən hərəkətə başlayan cismin müxtəlif zamanlarda sürətinin qiymətini tapmaq üçün təcili bilmək lazımdır. Deməli, buraya yazırıq 1. Bu hərəkətdə cismin təcili sabit qalır. Buraya yazarıq 4. Sürətin qiyməti isə artır. 3. Düzxətli bərabər sürətli hərəkətdə, buraya yazarıq 2. Təcil sıfıra bərabər, sürətin qiyməti sabit və sıfırdan fərqli olur. Baxırıq, 6, 5, 1, 6, 5, 1, sonra gəlir burada 3, burada gəlir 4, 3, sonra 2. Cavabımız olar C variantı. Düzxətli bərabər təcilli hərəkət edən cisim üçün cədvəldə zamanın və sürətin qiymətləri verilmişdir. X və Y-in ədədi qiymətini müəyyən edin. Baxırıq, burada bərabər təcilli hərəkətdir. Deməli, baxırıq, zamanın 0 anda sürət 5 olmuşdur. O, onun başlanğıc sürətidir. Sonra 2-ci saniyədəki sürətini tapmaq lazımdır burada. 2-ci saniyədə, 4-cü saniyədə burada sürət olmuşdur 17. Onda biz təcili taparıq. A bərabərdir. V çıx V0 bölü T. Bərabərdir. Buraya yazarıq 17 çıx. Başlanğıc sürəti 5 bölü 4. Bu da eləyər 12 bölü 4 bərabərdir 3. Təcil 3'dür. Onda biz buradan Y-i də taparıq indi. Başlanğıc sürətdə 5'e bərabərdir. Onda V bərabərdir. V0 plus AT bərabərdir. 5 plus A'nı tapdıq 3. T'ye də yazarıq 2. Bərabərdir. 5 plus 6 eləyər 11. Demək, Y-imiz olar 11.
Burada indi x, yəni zamanı tapmaq lazımdır. Təcilimiz yenə yazırıq. Təcil 3'dür. 3 bərabərdir. Son sürət 32 çıx başlanğıc sürət 5 böl t'ni bilmirik. Onda buradan 32'dən 5'i çıxaraq qalar 27 böl t bərabərdir 3'ə. Buradan t də bərabərdir 9 saniyə. Deməli burada olur 9. X'imiz 9, y'imiz 11. Cevabımız olar A variantı. Düz xətli hərəkətdə cismin sürətinin zamandan asıllıq qrafiki verilmiştir. Yol zamandan düz mütənasib asıldır. Yol zamandan asılı olarak yani artır. Zaman arttıkça yol da artır. Doğrudur. Təcil sıfırdır. Çünkü bərabər sürətli hərəkətdir. 1 və 4. 7-ci tapşırığımıza baxırıq. Başlanğıc sürəti 4 metr böl saniyə olan cisim yazırıq. V0 bərabərdir 4 metr böl saniyə. 1.5 metr böl saniyə kvadrat təcillə A bərabərdir 1.5 metr böl saniyə kvadrat. Təcillə bərabər yeyinləşən hərəkət edir. Bu cisim neçə saniyə ərzində sürətini 22'ye çatdırır. O da onun son sürətidir. Metr böl saniyə. Neçə saniyə ərzində deyir. Biz t'ni tapmalıyıq. T bərabərdir sual. Baxırıq biz t'ni tapmaqdan ötürü təcilin düsturunu yazarıq. A bərabərdir V çıx V0 böl T. Buradan t'ni taparıq. T bərabərdir V çıx V0 böl A. Bərabərdir 22 çıx 4 böl 1,5. Bərabərdir 22'den 4'ü çıxaraq qalar 18 böl 1,5. Bu da eləyər 180 böl 15. Bərabərdir 18'də 15 olar bir dəfə. 30'da 15 2 dəfə 12 saniyə. 7-ci tapşırığın cevabı oldu 12 saniyə. 8-ci tapşırığımıza baxırıq. Düz xətli bərabər təcilli hərəkət edən cisimlərin sürətinin zamanın asıllıq tənlişləri ilə onların təcilləri arasında uyğunluğu müəyyən et. Baxırıq burada t'nin qabağında duran cəmiyyət bizim təcilimizdir. Deməli birinci hərəkətdə təcil 7'dir. 1'ə B. İkinci hərəkətimizdə təcil 12'dir. 2'yə C. Üçüncü hərəkətimizdə təcil 4'dür. 3'ə də D. 9-cu tapşırığımıza baxaq. Düz xətli bərabər təcilli hərəkət edən cisim üçün cədvəldə zaman və sürətin qiymətləri verilmişdir. Hansı zaman anında cismin sürətinin 64 metr böl saniyə olduğunu hesablayın. Baxırıq burada cismin son sürəti 64 olmuşdur və bərabərdir 64 metr böl saniyə. Sıfırda 0 olmuşdur. Deməli başlanğıc sürətimiz 0'dır. Baxırıq burada 3-cü saniyədə sürət olmuşdur 12. Deməli onda yazarıq ki biz A bərabərdir V çıx V0 böl T. 12 çıx 0 böl 3 bərabərdir 4. Təcilimiz 4'dür. Bizdən hansı zaman anında 64 olar deyir sürətimiz. Onda V bərabərdir V0 plus AT. V0 0'dır. Anı tapdıq 4. T'ye də T'ni də bilmirik. 4T bərabərdir 64. Onda buradan T də bərabərdir 16 saniyə. 10-cu tapşırığımıza baxaq. Şəkildə təsvir edilmiş anda sürətləri eyni olan 3 avtomobilin vəziyyətləri göstərilmişdir. Avtomobillər eyni anda finişə çatarlarsa onların hansının təcilinin daha böyük olduğunu müəyyən edin. Təcil o vaxt böyük olar ki cisim sürət dəyişməsi daha böyük olsun. Ona görə də baxırıq ki burada 3-cü avtomobil finişə daha yaxın olduğundan deməli onda əvvəlki anda sürətlərdə eyni olmuşdur. Deməli onda 3-cü avtomobilin getdikcə sürətini daha çox artırmışdır və sürət dəyişməsi böyük olmuşdur. Sürət dəyişməsi böyük olmuşdursa deməli təcili də böyük olmuşdur. Bugünkü tapşırığımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.